Xoş gördük dostlar. Hər vaxtınız xeyir olsun. Növbət dəfə sizinlə görüşə gəldik. Bu dəfə çox maraqlı bir müsahibimiz var. Əminəm ki, onun çıxışları sizin də zövqünüzü oxşayacaq və əminəm ki, nəfəs almadan ona qulaq asacaqsınız, dinləyəcəksiniz. Bəli, bir professor xanımla həmsöhbətik bugün. Biologiya elmlər doktoru, professor, Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva. Səyyarə xanım, xoş gördük sizi. Təşəkkür edirəm ki, öncədən siz bizə vaxt ayırdınız, suallarımızı cavablandırmaq üçün görüşdük. Və ilk sualım sizə belədir. Ümumiyyətlə, Botanika İnstitutuna rəhbərlik etmək sizin üçün elmi fəaliyyətdir, yoxsa daha çox idarəçilikdir? Əslində baxsa, ikisi bir yerdə, ikisi bir aradadır. Amma rəhbərliyə razılıq verdiyim əsas elmi missiyadır. Çünki Botanika İnstitutunda illərdən bəri mənim ürəyimdə köz kimi yanan Azərbaycan florasının yazılması, Qarabağ florasının yazılması, Azərbaycanın flora konspektinin hazırlanması, herbari fondunun yenilənməsi, zənginləşdirilməsi kimi məsələlər var idi. Onlar mənim üçün əl çatmazdı. Mən Etnobotanika Laboratoriyası müdürü idim. Bu sahədə 15-dən çox kitab da nəşr eləmişdim. Amma Azərbaycan florasını bütövlükdə öyrənmək və təkrarən öyrənmək bir botanik alimin borcudur, mən deyərəm. Şükür, indi Qarabağ florasını bitirdik. Konspekt flora Azərbaycan konspekt florasını bitirdik. 4900-dən çox növ, 135 fəsilə və hamısı yeni nomenklatura ilə hazırlanıbdır. İndi bax elə günü bugün mən Elm Təhsil Nazirliyinə bir proqram göndərdim ki, bizə dəstək olsunlar. 26-cı ildə Azərbaycan florasının birinci tomunu çıxardaq. Bu ikinci nəşr olacaq. Ən azı 10 tom olacaqdır. Yaxın 5-6 ildə, 26-30-cu illərdə ikinci dövlət proqramı çərçivəsində biz bunu həyata keçirmək istəyirik. Məlum olduğu kimi 2021-ci ildən siz Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişsiniz və əlbəttə ki, bu bir Azərbaycan qadını üçün çox böyük uğurdur. Bizim də fəxrimizsiniz. Bu əsas missiyalardan biridir beynəlxalq əməkdaşlıq. Çünki elm getdikcə inkişaf eləyir. İndi əvvəlki kimi tək təbiətdən tapdığımız bitkilər və yaxud da ki, gözə yarı təyin olunmalar işə keçmir. İndi çox böyük tədqiqatlar aparılır molekulyar səviyyədə, bitkilərin təyinində və bizdə olmayan müəyyən cihazlar, aparatlar vardır ki, o inkişaf eləmiş çox ölkələrdə vardır. Botanika İnstitutunun mənim rəhbərlik elədiyim 5 il müddətində artıq 23 memorandumu var. Avropa, Orta Asiya, Mərkəzi Asiya ölkələri ilə. Və hər birində həm onlardan bizdə nümayəndələr iştirak edib, həm biz onlarda iştirak eləmişik. Elmi mübadiləsini aparmışıq və nəyi hansı yolla aydınlığa çıxarda bilərik. Eyni zamanda gənc alimləri mən tez-tez göndərirəm. Məsələn, Almaniyada hərdən 2 ayla qalan doktorantlar olub, Çində olublar 3-4 dəfə, təkrarən indi iyun ayında yenə bir Şəbnəm İsayevanı göndərirəm. Bu yaxınlarda bir doktorantımızı göndərmişdik. O daha maraqlı fikirlərlə qayıtdı ki, artıq kosmosda bitki yetişdirmək, kosmik tədqiqatlar və tam qapalı küvezlər arasında bitki və göbələk yetişdirmək o təlimi keçib gəlibdir. Sadəcə biz bunlara çatmaq üçün çox işlər görməliyik, düzdür. Mən demirəm, Botanika İnstitutu dövlətimizə çox təşəkkür edirik. Bizə bu yeni binanı verməkdə çox dəstək oldular və son dövrlərdə Elm Təhsil Nazirliyi tərəfindən də bəzi avadanlığın alınmasına dəstək olundu. Amma bu o demək deyil ki, biz buna tam hazırıq. Bizim çatmayan, çox bahalı qiymətli avadanlıqlara ehtiyacımız var. Onlar ki, hələ əlimizdə yoxdur. Biz ancaq xarici olan çıxışlarımızla bu işləri tamam eləyə bilirik. Məsəl üçün, mənim son Pakistan səfərimdə 19 kristalik maddə verdim onlara, hansı ki, bitkilərin tərkibindən almışdım. Professor, ümumiyyətlə sizcə qadın rəhbərliyinin elmi mühitə gətirdiyi xüsusi bir ştrix varmı? Məncə var. Qadın var ki, gəlir kabinetində bağlayır, oturur, hətta içəridən bağlayır, oturur. Bu həyata da yaşamışıq, 10 illərlə yaxınlaşmaq da mümkün olmayıb. Bilməyib ki, bu dövrdə bu doktorantlar, bu əməkdaşlar necə yaşayırlar, nə çatır, nə çatmır. Elm təkcə ağıllı başlar deyil. Elmi inkişaf elətdirmək üçün rahat bir həyat da lazımdır.
Gecəni səhərə qədər əgər uşağına yemək tapıb normal yedirdə bilməyən bir doktorant, bir yeni elmə atılan adam mümkün deyil səhər gəlsin, nəysə bir açılış eləsin, bir ixtirasını axıra çatdırsın və yaxud işin axıra çatdırsın. Bunun üçün bunun ali vəziyyətinə də diqqət eləmək lazımdır, fikir vermək lazımdır, bu hansı şəraitdədir. Mən adətən o insanlardakı işıq görürəm, bunu yəni bütün kollektivim də bilir, təsdiq eləyə bilərlər. Mən onlara hər cür şərait yaratmaq istəyirəm. Bir alim kimi necə düşünürsünüz? Azərbaycan qadınlarının elmə verdiyi töhfə qane edicidirmi? Elmi fəaliyyəti qane edicidirmi? Azərbaycan qadınının elmə, ictimaiyyətə töhfəsi Tomriz xanımdan, Məsəd xanımdan, Xurşudbanu Natıvandan başlayır. Bəlkə də o qaranlıq mühitdə yaşasalar da, o qapalı mühitdə, qızlar, qadınlar məktəbə getməyən mühitdə onlar yetişmişdisə, müasir Azərbaycan qadını nədən elmdə yüksəlməsin ki? Mən hesab edirəm ki, Azərbaycan qadınları zəhmətkeş olmaları ilə bərabər çox aydın düşüncəyə və öyrəndiklərini aydın ifadə etmək qabiliyyətinə malikdirlər. Adicə Azərbaycanda biz uzun illər, 90 il yazılmamış Qarabağ florasını yazdıq və orada kişi alimlər də iştirak elədi, qadın alimlər də. İş bölgüsündən sonra mən inandırım sizi, eşidib indi məndən inciyəcəklər, amma o kişi alimlərə verdiyim işləri də qadınlar elədi, verdi, qutardıq. Müəyyən qədər işləyib, haradasa ya yoruldular, ya dedilər, siz eləyərsiniz, mən sonra baxaram. Amma bu qadın aliminin zəhməti və elmi balansı, potensialı üst-üstə düşəndə dağı üstə qoyur, inanın. Belə baxanda mən institut rəhbəriyəm. Hər il bir dənə kitabım nəşr olunmasa, hər il Scopus, Web of Science bazalarda 2-3 məqaləm nəşr olunmasa, bir 2 konferansda iştirak etməsəm, Botanika İnstitutunda bir ən az 3 konferans seminar təşkil eləməsəm, mən o ili boş hesab eləyirəm. İnanın səmimiyyətimə düz deyirəm. Əgər mən hansı günsə, bütün günü bu inzibati işlərlə məşğulamsa, elmlə məşğul olmamışam, o gün mən narahat oluram. Üzərində işlədiyim bir məqalədən, kitabdan bir 5 səhifə yazmış oluramsa, mən həmin günümü məhsuldar hesab eləyirəm. Yəni bu baxımdan nə qədər ili boş keçirən elmi mərkəzlər var, eləmi? Vardı. Mən demirəm, elmi institutlarda da bu yaxınlarda optimallaşdırma ilə əlaqədar mən misal üçün düzdür, bəzən işçilərin işdən ayrılmasına necə dolanar deyə narahatçılıq keçirsəm də, amma bura möhtərəm prezident dedi ki, elmi idarələr məşğulluq idarəsi deyil, gəlib nəsə məşğul olub gedəsən. Elmi idarədə sırf elmlə məşğul olmaq lazımdır. Bax, bu son illərdə mən sizə əminliklə deyirəm ki, Botanika İnstitutunda elmlə məşğul olmayıb, elə belə gəlib gedən heç kim yoxdur. Səhərə xanım, müasir Azərbaycan qadının cəmiyyətdə rolunu necə dəyərləndirirsiniz? Müasir Azərbaycan qadını dedikdə, ümumiyyətlə Azərbaycan qadını və yaxud da hər hansı bir ölkənin qadını dedikdə, ilk növbədə ana missiyası durur mənim gözümün qabağında. İlk növbədə ana və ilk növbədə bir qadın obrazı. O təkcə elmlə məşğuldursa, o demək deyil ki, o elə hər şeyi buraxmalıdır. Mən aliməm, mən elmlə məşğulam, heç bir şeylə. O bir anadır, o bir evin xanımıdır. O yemək də pişirməlidir, o evdə təmizləməlidir, o elmlə də məşğul olmalıdır. Hər şey vəhdətdə olmalıdır. Siz də bilirsiniz ki, Azərbaycan qadını ailə institutunun əsas sütunudur və qadın ailədən başlayaraq dövlətə qədər hər yerdə təmsil olunur. Qadının cəmiyyətdə, dövlətdə, ailədə rolu lazımı qədər dəyərləndirilirmi, qiymətləndirilirmi? Necə düşünürsünüz? Cəmiyyətdə də verilir, məncə dövlətdə də verilir. Deyək ki, deputatlar hamısı kişidir, xeyr. Orada elə bir qadın deputatlar var ki, onlar hər hansı bir məsələnin müzakirəsində çox dəyərli fikirlər deyirlər. Biz dedik ki, başlayır ailədən, ən kiçik cəmiyyət bir ailədir, ondan sonra gedir dövlət səviyyəsində və hər bir potensialı olan, hər bir aydın fikri olan, hər bir Azərbaycançılıq təfəkkürünü özündə qoruyub saxlaya bilən, hər bir dövlətçiliyi qoruyub saxlaya bilən qadın bir zər kimi qıraqdan parıldayır və o nə vaxtsa gözə dəyir və onu həmin işin
görülməyi tapşırılır. Mən bunun çox şahid olmuşam. İllərlə mənə də çox baskı olub, 10 ildən elə olub ki, mənim adım hər yerdən silinib, olmaz, fikirlərimlə razılaşılmayıb. Əgər mənim fikirlərimlə razılaşılsaydı, 10 il öncədən biz Azərbaycan florasını yazıb qutarmış olacaqdıq. Mən sizdən konkret soruşmaq istədiyim əslində bu idi. Yəni, qadın cəmiyyətdə həm də qərarverici olmalıdır. Yəqin mənimlə razılaşarsınız. Bu baxımdan sizcə bizim cəmiyyət qadına qərarverici qüvvə olmağa imkan verirmi? Qadın rəhbər olub, kişi mavin olub, görmüsən ki, heç bir işimə yaramır. Bundan da rastlaşırsan. Müəyyən vaxtlar olur, bilmirəm, o bütün xalqlarda var, ya bizim xalqlarda var. Qısqanclıq da var. Həmişə istəyirlər qadın ikinci planda olsun, mütləq burada kişi sözü olmalıdır. Amma bütün bunları qoyun qırağa və illərdir bizim möhtərəm prezidentin yanında, qarşısında, arxasında duran bizim möhtərəm birinci vitse-prezidentimiz Mehriban xanım var və onun ideyaları, onun gördüyü işlər, bəzən bilmədən deyirlər, filan yerdə filan, o bilir onu niyə eləyir. Çünki biz bir damcı ölkəyik, onlar çox böyük ölkələrdir. Onlarla dost olmaq üçün nəysə də qurban verməliyik. Bəzən bunu eləməliyik. Bunu mən də eləyirəm. Bəzən xaricilərlə bir məqalə yazanda onların adını öncəyə qoyuram. Müvəqqə onlar olsun, sonra incəyərlər. Material göndərirəm, baxırlar, görürəm çıxardıb öz adını arxaya qoymadı. Başa düşürəm ki, bu hər yerdə var. Bilirsiniz, biz o qədər də nə qədər humanist bir xalq olsaq da, nə qədər bütün Azərbaycanda görün neçə millət var, nə qədər etnik qruplar var. Bir Quba zonasında 19 etnik qrup var. Biz indi onların etnobotanikasını öyrəndik və bunlar bir-birindən necə yola gedirlər. Və yaxud da ki, bu qədər müharibələrdə hansı kilsə dağıdıldı? İnsanlarımız arasında qısqanclığı çox görürəm. Qadının qadına qısqanclığı, kişinin qadına qısqanclığı, hər ikisi var. Heç kim istəmir ki, özündən biraz aydın düşünüb, nəyisə izah edən bir adamı özündən yuxarıya qoysun, ya da özünə mavin qoysun, istəyir o uzaqda olsun. Bizim millətin istəyir qadını olsun, istəyir kişisi olsun, fərqi yoxdur. Onların elmi dəyərlərini qiymətləndirməyən bir qurumdan inciyirsən. İnciyirsən ki, axı bu mənim, misal, 10 il öncə Akademiyanın müxbir üzvlüyünə sənəd vermişdim. Bazar günü mənim kitablarımı istədilər, apardım, verdim, qutudan başqa adam çıxdı. Mənim o vaxt 8 ya da 10 kadrım var idi. Heç bir kadr olmayan akademik də seçildi. Sən heç qutudan da çıx. Belə şeylər məni də incidibdi. Uşaq kimi ağlayan vaxtım olub. Axı niyə? Mən uzun illər Müdafiə Şurasının elmi katibi olmuşam, 20 il. Mən Azərbaycanda olan müdafiələrin əksəriyyəti özü o zaman çox institutlarda müdafiə şuraları olmurdu. Həm bir dəfəlik şuralar, biologiyanın əksər sahəsində. Hamısı da gətirib ora verdi və mən onları o vaxt rəhbərliyə təqdim edəndə içərisinə baxmırdım. O dissertasiyalar oxuyurdum. O dissertasiyanı rəhbər əlinə götürəndə mən dissertasiya haqqında məlumatları verirdim. Və ona görə kimin hansı işləri gördüyünü əzbər bilirəm. Görübmü, görməyibmi, ona kimsə dəstək olubmu, bunlar da var. Yəni bu Azərbaycan elminin qabağında, gözünün qabağındadır. Və bunlar bəzən pozulanda, onda inciklik yaranır. Onda indiki bu söhbətlər çıxır ortalığa. Bunların əsas səbəbinin başında odur ki, elmdə əsl elm adamları olmalıdır. Vardı, mən demirəm yoxdur. Mən əksəriyyətin işlərinə baxmışam. Amma təsadüf adamlar da az deyil. Siz də gözəl bilirsiniz ki, güclü qadın, güclü ailə deməkdir. Güclü ailə, güclü cəmiyyət deməkdir. Bütün, bax, son 10-15 il nəzərə alsaq, qadının bu gücünü cəmiyyətdə, dövlətdə, hər yerdə qadın öz gücünü qoruya bilirmi? Məsələ oradadır ki, indiki dövrü demirəm, amma bizim ailə qurduğumuz dövrlərdə mənim rəhmətli atam rəssam olubdu. O deyirdi ki, gəlinliyinizlə çıxdınız, bir də demirəm də, onda gələ bilərsiniz ağ paltarda. Bu evə qayıtmaq yoxdur. İstəyirsən, nə cür olursan ol. Həyatımızda çəşməkeşli günlər oldu, həyatımızda incik günlərimiz də oldu. Amma atamın o sözünə görə o ailəni qoruyub saxlamağa və bu günə qədər də qoruyub saxlamağa razı olduq, olmadıq, biz 5 bacı olduq. Onu saxladıq. Və indikilərə deyəndə ki, mənim də həyatımda olmuşdu, niyə tez ayrılırsan? Ona görə güclü ailə, güclü cəmiyyət, bütün hamıya şamil eləyə bilmirəm mən onu. İndiki cavanlar
Mən bu yaxınlarda bir yerdə oxudum. Hardasa bu il evlənənlərin səhv eləmirəmsə 47% ayrılıbdır. Yəni deməli bir ilin içində ən adi şeydən ayrılıbdır. İndi sabah o güclü cəmiyyətdə özünü güclü apara bilməyəcək, onu düşünmürəm. Burada fərdlər başqa cürdür. İnsanlar düşündüyü kimi yaşayır. Mən bu gün səhər tələbələr də gəlmişdi, onlara dedim. İlk növbədə insanların insan sevgisin. Allah onu insanların ürəyindən çıxartmasın. İnsanlara baxanda onda olan gözəl şeyləri görməyib, onda bir nöqsan axtarırsa, onun arası olmayacaq. O adam axırda da tək qalacaqdır. Ümumiyyətlə, birinci bir-birimizə sevgi, məhəbbət. Bu o demək deyil ki, yəni kişi, qadın nöqteyi nəzərdən yox. Bir-birimizə olan hörmət, bir-birimizə olan sevgi, məhəbbət, bir-birimizin işinə hörmət, bir-birimizin gördüyü işi qiymətləndirmək və demək ki, bu bunu bacarır, istəyir böyük olsun, istəyir kiçik olsun. Əgər bunu belə eləyə bilmirsənsə və onu içərisindəki sənin o qara niyyətin ona imkan vermirsə, onun yaxşılığını deməyə, mən bunun axırını görmürəm. Mən hesab edirəm ki, ilk növbədə bizə insanlığa sevgi lazımdır, insanlığa hörmət lazımdır və insan ürəyində Allah sevgisi olmalıdır. Bu da əsas şərtlərdən biridir. O olmasa heç nə olan deyil.